Niye benden küsmüsən her gece? Sabahın xeyir Davud. Sabahın xeyir Murad. Xeyir ola, ne tezden durmuşsan? Bir işmiş olmayıb ki. Yox əşi, işe gedirəm. Bəs oxumurdun? Məktəbi qutardım da, indi də işləyirəm. Harda? Tikintidə fəalə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı vacan. Məktəbi qutardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən. Ağabala canı, üst sinif qutarmışam. Aday, vış şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bravo, Murad, dayan, Nədir? dayan. Bravo, Murad. Hə. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Yan görək, Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözündür, necə lazımdır mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki, bu andıra qalmış pilləkənin ucundan həyətdə yaşama mümkündür. Yavaş da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki? Nə olsun ki olmurlar? Bura bax, sən hələ uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına ləm. Yaxşı. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yo, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Ada bu pilləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı pilləkəni götürmək istəyirsən? Ada ayrısı var ki, bunu deyirəm də. Bəs Suğra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o buru tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki manatı bəri ötür. Qulaq as da, Davud. Sən ki qayda qanunu yaxşı bilirsən. O 2 manatı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür.